Yemişəm bu turşenti. Bilən var, bu nədir? Böyük xurma mənə balacasın olanda. Elə bir aclığı olacaq. Uşaqları qoyub, hara gedirik? Yat qal, hep beni düşün, qabağa bax. Keçən dəfə biz gəlmişdik, yadınızdasa, bura. O tərəfə keçə bilmədik. İndi çalışacağıq ora keçməyə. Şərəliyiblər, ha? Buna tüne oluyor, buna şəllənsə eləyirlər. Baxaq görək, hara gedirik. Burada yollar elə işarələnib ki, heç bir bələdçiyə ehtiyac olmur. 3 dərəcədir. Amma necə istədin? Sifrəmiz də var, hə, Əsəfən? Şimdi geçtim bütün yollar. Neresi de görəsən? Dedim ki, gör haralardan keçirik. Çöküb ya, ona görə. Ha, otur burada digər burada çay çək. Gücünə gəzirəm. Aşağı sürüşkən olacaq. Yox, bu aşağı. Hara qədər? 15. Yuxarıdan baxanda və gəldik. İndi bax ora keçmək getdik. Tətiri. Hə, gedək daha yaxşı yer tapacağıq. Oy ay. Burada belə nişan qoyurlar ki, ehtiyatlı ol. Daşlar qoyurlar. Zirinci ağacı. Gedir yerə. Necədir? Qayıt burnumuz da var, Bax Kanadada bax bunu çox sevirəm ki, necə buna diqqət yetirirlər. Bax çölün düzüdür belə baxanda. Ayaq yolu var. Ha, zibil qabısına kimi. Hamısı tərtəmiz, hamısında salfetkaları, yəni hər şeydə. Uşaq mütləq şəkildə uşaq dəyişmə yeri olmalıdır. İşte zibil yeri dəyişilir. Baxın, hər şey tərtəmiz. Qubada o 5 barmaq var da, onun yanında pul yığırlar. 50 qəpik, 40 qəpik qapının ağzında xalalar dayanır. Nə gün də idi ora. Yəni o nə gündür də. Yəni çölün düzüdür də burada. Nə pul var, nə bir şey, heç nə yığılmır. Baxın. Yəni şəraiti gördünüz də. Xınalığa o qədər turist gedir. Yəni oradakı o tualet, yəni gedənlər gördünüz də oradakı vəziyyət nə idi? Hələ bir 50 qəpik də istəyirdilər. Bax budur da adamı incidən. Heç kəs də heç nə eləmir. Yəni birinci dəfə deyil, ikinci dəfə deyil. İllərdir. Mənim bir tərəfliyim anam Qubalıdır. Biz yəni illərdir Qubaya gedirik yayda. Yəni illərdir heç nə dəyişmir ha, heç nə.